Bu ilin oktyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank BTB ASC olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Şikayət olunan bankların siyahısında Yapı Kredi Bank Azərbaycan GSC 2-ci, Unibank ASC isə 3-cü olub. Barəsində ən az şikayət edilən bank isə Paşabank ASC olub. 5 bank haqqında isə heç bir şikayət daxil olmayıb. Onu da bildirək ki, barəsində ən çox şikayət edilən bank BTB həm də Azərbaycanda zərərlə işləyən yeganə bankdır. Bu ilin ilk 3 rübünün yekununda bank BTB ASC-nin xalis zərəri 641 min manat olub. Qeyd edək ki, 4 ildir bank BTB ASC zərərli işləyir. Belə ki, 2024-cü ildə bankın xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub. Məlumat üçün onu da bildirək ki, bank BTB ASC-nin səhmlərinin 74,99% Mehdiyeva Nigar İsmail qızına, 19,1% Sadiq Rıza İsmailoğluna, 6% isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. Bank BTB-nin əsas səhmdarı olan Nigar İsmail qızı Mehdiyeva prezident administrasiyasının sabiq rəhbəri Ameyanın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Barəsində şikayət olunan banklar bunlardır: